Avropa və Talışlar arasında əlaqələr əsrlərdir davam edir. Bu əsasən Səfəvilər dövründən başlayıb, amma Səfəvilər dövründən öncə də biz bu əlaqələri dəfələrlə görmüşük. Misal üçün Babək ərəblərə qarşı mübarizədə bir çox hallarda Bizansın yardımlarından da istifadə edibdir. Həmçinin Avropadan da bəzi yardımlar gəlibdir Babəkə ki, ərəblərə qarşı vuruşsun, ərəb istilasına qarşı vuruşsun. Bu Talışlara edilmiş ilk Avropa yardımlarından biridir. Amma bu yardımlar Səfəvilər dövründə daha da açıq olubdur. Yəni yardımlardan daha çox müttəfiqlik münasibətləri olubdur. Əsasən də Şah İsmayılın dövründə Səfəvilər və Avropalılar arasında müttəfiqlik var idi. Bu Osmanlıya qarşı birləşmiş qüvvələr idi və bu müttəfiqliyin əsasını da Talışlar qoyurdu. Talışlar hətta daha sonrakı şahların dövründə də Avropaya səfərlər etmişdi. Avropada və Səfəvi əlaqələrini gücləndirmişdi. Onların səfərləri hətta Norveç, Rusiya və Almaniyaya qədər gedib çıxırdı. Hətta İspaniyaya gedib orada geri qayıtmayan Talışlar da olmuşdu. Və bu əlaqələr Osmanlıya qarşı birləşmişdi və onlar Talış diplomatlar Səfəvlərdə xristianların, Avropada isə şiələrin manesiz hərəkət etməsi üçün şərait yaratmağa çalışırdı. İkinci məsələ bu idi ki, onlar bu iki dövlət qurumlar arasında, yəni Səfəvilər və Avropa arasında Osmanlıya qarşı bir müttəfiqlik ortaya qoysunlar. Bu bəzən uğurlu alınmışdı, bəzən uğursuz alınmışdı, amma bu danışıqlar həmişə gedib. Yəni Səfəvlərin və bizlərin, Talışların Avropaya meyli və Avropadan dəstək görməyimiz, onlara dəstək verməyimiz heç də dünən başlayan bir hadisə deyil. Bunun uzun bir tarixi var. Həmçinin Rusiya işğalları zamanı, Rusiya İrana gəldiyi zaman, Rusiya Talış xanlığını işğal etdiyi zaman burada Britaniyanın köməyi var idi ki, Rusiya işğalına qarşı dayansın. Təbii ki, onların öz məqsədləri var idi. Britaniya öz xeyirləri var idi. Yəni onlar Rusiyanın genişlənməyini istəmirdi. Neft məsələsində Ruslardan daha öndə olmağa çalışırdı. Amma bu reallıqdır ki, onlar İrana, şiələrə və digər İrani qüvvələrə, yəni Talışlara kömək olmağa çalışırdı. Həmçinin bura aid etmək olar General Thomsonun Talışları Osmanlı qırğınından qorumağa çalışması. Çünki Osmanlı 1917-1918-ci illərdə Azərbaycana həm özü gəlmişdi birbaşa, həm də qüvvələr yönləndirmişdi və bu qüvvələr Talışları qırğına vermək istəyirdi. Yəni Talışları qırırdı. Talışlara qarşı qətliamlar törədirdi və Talışların həmin vaxtı ordusu yox idi. Bu ancaq partizan şəklində mübarizə aparan qoçular və digər birləşmələrdən ibarət idi bu müqavimət və Osmanlı da belə bir vəziyyətdən istifadə edib Talışları asanlıqla öldürməyə başlamışdı və burada bir soyqırım məsələsi ortaya gəlirdi. Lakin bu vaxtı General Thomson qüvvələri Talışları qoruyubdu. Yəni Talışların qırğına getməsinə mane olubdu və tədricən türk qüvvələrini Azərbaycandan sıxışdırıb çıxardıblar. Hansı ki, bu türk qüvvələri Rusiyanın xeyir-duası ilə gəlibdir. Yəni Sovetlərin razılığı ilə gəlib, onların Azərbaycanı aldatması ilə gəlibdir, giribdi Azərbaycana və daha sonra da Sovetlər hökumətinin də Azərbaycanda bərqərar olmasına kömək etdilər. Yəni biz tarixin hansı anına baxsaq, Talışların Avropalılarla əlaqələrini və Avropalılar tərəfindən qorunmasını görə bilərik. Bu Thomsondan bitmir. Biz həmçinin Sovet dövründə görürük ki, əsasən Sovetin içindəki insanlar, yəni qatı solçu düşüncədə olan insanlar repressiyada, Talışlara qarşı repressiyada ağır rol oynayıbdı. Bizi öldürməyə çalışıblar, repressiya ediblər,
köçürüblər, bizim başımıza nə oyunlar açıblar və bunlar qatı rusçu, solçu qüvvələr olub. Bunlar türklərlə birləşərək bizə bunları edibdir. Amma biz görürük ki, SSR-nin dağılmasına yaxın bunu təsdiq edən arxev sənədləri var. Qarbaçov başda olmaqla digər qərbə meylli Rus adamlar vardı ki, onlar talışlara yenidən özünə qayıdış üçün imkanlar yaratdılar. Yəni talışları yenidən siyahıya almağa başladılar. Talışların Moskvada gəlib Kremlində hakim qüvvələrlə danışmağını sağladılar. Daha sonra talışlara müəyyən bir kömək göstərməyə çalışdılar kəşfiyyat dəstəyi ilə. Bu qərbə meylli dəstələr tərəfindən olub Rusiyanın içindəki və indi də o qüvvələr Rusiyada yoxdur və bizə dəstək də oradan olmayacaqdır. Həmçinin mən digər faktları da göstərmək istəyirəm. Müasir dövrümüzdə Əlişraf Himmətovdan tutmuş digər insanlara qədər Avropada sığınacaq verilib. Əsasən Avropada bizim haqlarımız qorunubdur. Yəni bura aiddir bizim hüquq müdafiə sistemimizin yaradılması, bizim qaçqın sistemimizin tanınması, yəni qaçqınların tanınması və Avropada, Amerikada fəaliyyət göstərməsi və digər yardımlar və buradan talışların özləri yetərincə yararlana bilməyibdir. Nəyə görə? Misal üçün, mən 2017-ci ildə Əlişraf Himmətovla özüm danışanda bildirmişdim ki, nəyə görə, misal üçün, talışları yönləndirmirsiniz universitetdə təhsil alsınlar. Çünki Avropada çox universitetlər pulsuz təhsil verir və xüsusən də qaçqın düşmüş və repressiyaya məruz qalmış xalqların nümayəndələrinə bu üstünlüyü verirlər. Təəssüflər olsun ki, Azərbaycandakı talışlar bundan yetərincə yararlanmamışdı. Yəni biz bu fürsətləri qaçırmışıq. Çox qaçırmışıq. Həmçinin qərb tərəfindən təqdim olunan grantlar var ki, buna soyuq yanaşılıb. Yəni bir dəfə uğursuz olublar, ikinci dəfə buna müraciət eləməyiblər. Azərbaycanda isə bu grantlarla əlaqəsiz onlarca insan milyonlarla grant yeyib və onu necə deyim, öz əlaqəsində, yəni təyinatı üzrə xərcləməyibdir. Halbuki belə qrantlar talışlar və digər repressiya görmüş xalqlar üçün ayrılmışdı. Yəni talışlar özləri bir çox məsələlərdə də səhv yönəldiliblər. Bunu bildirmək istəyirəm. Bu bizə bir dərs olmalıdır. Yəni biz dostumuzu da, düşmənimizi də tanımalıyıq. Nəyə görə mən başa düşmürəm, biz Rusiyaya daha çox ümidi bəsləyirik. Hansı ki, Rusiya Fəxrəddin Abbazadəni Azərbaycana verib. Hansı ki, Rusiya bizim Zahirəddin İbrahimovu Azərbaycana verib, öz vətəndaşlığından çıxardıb və Azərbaycana veribdir. Bu satqınçılıqdır. Həmçinin həbs olunan neçə Rus vətəndaşı var ki, onlara Rusiya dəstək olmur, əksinə Azərbaycana dəstək olur. Yəni biz nə qədər faktlar görməliyik ki, Rusiya bizlə dost deyil, Rusiya bizim Azərbaycanda olmağımızı istəmir. Bunu biz necə başa düşməliyik? Yəni başqa Rusiya bizə necə göstərməlidir? Həmçinin daha bir faktı deyim sizə. Mən bir həftə öncə Rusiyanın sızdırılmış informasiyalarına baxdım. Hansı ki, nüvə hədəfləri ilə bağlı. Rusiyanın sızdırılmış nüvə hədəfləri var. Yəni nüvə silahından istifadə edəcəksə, hansı nöqtələri vuracaq? Və bu sızdırılmış nöqtələrdə Azərbaycanda vurulacaq yeganə nöqtə Lənkəranın olduğu yerdir. Çox üzr istəyirəm, Lənkəran yox, Astaranın olduğu yer, İranla sərhədimiz olduğu yerdir. Yəni Rusiya bizi heç bir şeydə düşünmür və sabahsı gün nüvə silahından kütləvi şəkildə istifadə edildiyi halda onun vuracağı ilk nöqtələrdən biri Astaradakı keçid məntəqəsidir. Həmin yeri vuracaq, hansı ki, talışlar üçün həyati əhəmiyyətli bir yerdir. Tarixi əhəmiyyətli bir yerdir və nüvə silahından bilirsiniz ki, vurulduğu yer necə bir vəziyyətə düşə bilər. Yəni Rusiyanın bizə münasibəti heç vaxt xüsusi olmayıbdır. Heç vaxt bizə kömək məqsədli olmayıbdır. Əksinə, Rusiya bizim müstəqilliyimizə son qoyub. Rusiya bizim irsimizin yaşamasına son qoyubdur. Bizi repressiya edibdir, köçürdübdür. Amma siz baxın,
siz baxın, Qərb bizə dəfələrlə təmənnasız kömək edib. Yəni Qərb bizə heç bir qarşılıqsız kömək edibdir. Hətta biz onlarla müttəfiq olmasaq da, biz onlarla hər hansı bir masada üz-üzə gəlməsək də, tarixi keçmişdə müttəfiqlik tariximiz də olub və burada da bir-birimizə çoxlu yardımlar etmişik, müttəfiq anlaşmaları olubdur. Amma müasir tariximizdə bu təmənnasız edilibdir və talışlar özləri güc olaraq Azərbaycanda formalaşarsa, göstərərsə ki, bizim Azərbaycanda əsas hədəfimiz hakimiyyətdə olmaqdır, ölkədə demokratik sistem yaratmaqdır, Avropa ilə əlaqələri genişləndirməkdir. Avropadan və Amerikadan talışlara dəstək olacaq. Artıq bu təkcə insan haqları mövzusundan deyil, siyasi mövzulardan da dəstək olacaq. Yəni Avropadakı dəstək insan haqları məsələsi və siyasi məsələlərə ayrılır. Avropa bu gün talışları insan haqları məsələsində dəstəkləsə də siyasi məsələdə dəstəkləyə bilmir. Çünki bir çoxları ya xəbərsizdir bizdən, ya da ki onlar Azərbaycanın uydurduğu nağıllara inanırlar. Bu da talışların fəaliyyətsizliyindən nəticələnir ki, bizi daha çox Rusiya meyilli bir qüvvə kimi göstərməyə çalışırlar. Halbuki Rusiya ilə birbaşa Əliyev əlaqədədir. Onların quludur, müttəfiqlik sazişi var Moskva ilə Bakı arasında. Və həmçinin dəfələrlə biz görmüşük ki, Rusiyadakı milyarderlər, Azərbaycanlı milyarderlər var. Bunlar hansı ki, həm Putin, həm də Əliyev arasında körpü yaratmış adamlardır. Nəyə görə biz Azərbaycanın bu imicini göstərməyə çalışmırıq? Biz öz imicimizi korlamalıyıq hardasa. Nəyə görə biz öz müttəfiqlərimizdən imtina etməliyik? Bizim NATO qüvvələri qarşısında, bizim Avropa və Amerika qarşısında daha ciddi nüfuzumuz ola bilər, daha müttəfiq bir nüfuzumuz ola bilər ki, nəinki Rusiyada. Rusiya bizə heç nə verməyib, ziyandan başqa bir şey verməyib və heç nə də verməyəcək. Bunu hər bir talış başa düşməlidir. Biz düşmən olmamalıyıq, əlaqəmizi saxlamalıyıq. Rusiyada çoxlu talışlar yaşayır. Rusiya hələ də qaba bir gücdür. Amma biz Rusiyaya güvənməməliyik. Rusiya bizə problemdən başqa bir şey gətirməyib və gətirməyəcək. Bunu başa düşməlisiniz. Bizim yolumuz ancaq Avropa ölkələri ilə birlikdə ola bilər və bizim əsas məsələmiz də onlarla birlikdə inkişaf edə bilər. Və bu günə qədər biz nə qədər xeyir götürmüşüksə, bu Avropa ölkələrinin, Qərb ölkələrinin bizə dəstəyi nəticəsində olub. Bizim kitablar Qərbdə yazılıbdır, bizim kitablar Qərbdə nəşr olunubdur, bizim insan haqları Qərbdə qorunubdur. Burada Rusiyanın payına düşən heç bir şey yoxdur. Heç bir şey yoxdur. Rusiya isə əksinə bizi repressiya edib, bizi öldürüb və pis bir vəziyyətə salıbdır. Və bu reallıqları talışlar görməlidir.